40-dan çox hərbi əməliyyatda iştirak edən, ermənilərin başına pul mükafatı qoyduğu kəşfiyyatçı Elxan Zülfüqarov. 29 iyun 1954-cü ildə Füzuli rayonunun Üçbulaq kəndində anadan olan Elxan Zülfüqarov orta təhsilini bitirdikdən sonra texnikuma daxil olur. Ukraynada hərbi xidmətini başa vurduqdan sonra isə yarımçıq qalan təhsilini davam etdirir. Daha sonra milis işçisi olaraq fəaliyyətə başlayır və baş leytenant rütbəsini alır. Vətəninin dar günündə Azərbaycana qayıdır, 1992-ci ildə könüllü olaraq milli ordu sıralarına qoşulur. Laçın, Qubadlı, Zəngilan, Füzuli rayonlarında gedən döyüşlərdə xüsusi şücaətləri ilə fərqlənir. Onu edik kimi tanıyan ermənilər başına mükafat qoyurlar. Çox sayda hərbi əməliyyatlarda iştirak edən Elxan Zülfüqarov qısa müddətdə kapitan rütbəsinə qədər yüksəlir. Kəşfiyyat qrupunun komandir mavini vəzifəsinə təyin olunur. Erməni, rus dillərini səlis bildiyi üçün ən mühüm məlumatları əldə etməyi bacarır. Onun kəşfiyyat zamanı əldə etdiyi məxfi məlumatların köməyi ilə 19 kənd azad edilir, düşmənin onlarla canlı qüvvəsi məhv edildikdən sonra saysız silah-sursat, ağır hərbi texnikası ələ keçirilir. Elxan Zülfüqarov 5 yanvar 1994-cü ildə Şükürbəyli kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olur. Şəhidlik zirvəsinə ucalan qəhrəman əsgər Azərbaycanın milli qəhrəmanı adına layiq görülür.